Uşağın danışığı özü özünə düzələcək. Bu fikir ən çox yayılan, amma elmi baxımdan ən yanlış inanclardan biridir. Elmi tədqiqatlar göstərir ki, nitq inkişafı passiv proses deyil. Yəni, beyin vaxt keçdikcə avtomatik olaraq tam düzəlmir. Əksinə, müəyyən stimullar və ünsiyyət mühiti tələb edir. Uşağın danışıq sistemi sosial qarşılıqlı əlaqə üzərində qurulur. Əgər bu qarşılıqlı əlaqə zəifdirsə, dil inkişafı ya ləngiyir, ya da natamam formalaşır. Ən şok edici fakt budur. Erkən yaşda olan nitq gecikmələrinin böyük hissəsi müdaxilə olunmadıqda zamanla tam kompensasiya olunmur. Sadəcə fərqli şəkildə kompensasiya edilir. Yəni, problem yoxa çıxmır, sadəcə başqa formaya keçir. Məsələn, uşaq danışmağı gecə öyrənirsə, bu sonradan zəif cümlə qurma, məhdud söz ehtiyatı və ya ünsiyyət çətinliyi ilə davam edə bilər. Ən böyük yanlış yanaşma isə gözləməkdir. Çünki beynin dil inkişafı öz axarına buraxılan proses deyil, aktiv yönləndirilən neyroinkişaf prosesidir. Ən vacib elmi prinsip budur. İstifadə olunmayan neyron əlaqələr zamanla zəifləyir, istifadə olunanlar isə güclənir. Ona görə də erkən müdaxilə nəticəni tamamilə dəyişə bilir. Unutmayın, öz-özünə düzələr fikri rahatlıq verir, amma elmi reallığı əks etdirmir. Sizinlə idi psixoloq Kərim Kərimzadə.